Sentyabr ayı gələndə niyə müəllim kimi yoruluruq bilirsiniz? Çünki bütün yayı dərs yoxdur deyə boşuna keçirə bilərik. Sonra isə sentyabrda eyni problemlərlə qaydırıq və nəticədə noyabrda artıq bezirik. Əsl istirahət bu deyil. Əsl istirahət sentyabrı indidən sığortalamaqdır. Elə bir sistem qurmaq ki, sentyabrda nə dərslər, nə də şagirdlərimiz, tələbələrimiz bizi yormasın. Sinfin idarəsindən tutmuş, müəllimin öz dəyəri, özgüvəni, dərsə hazırlıq prosesini deyək, şagirdlərlə hansı formada danışmaq, dərsi təşkil etmək, bunlar mənim üçün əsas idi. Bunları öyrəndim və ən çox nəyi bəyəndim desək, praktik olaraq biz bu təlimdə şagirdlərimizlə olan dərsimizi çəkib paylaşırdıq və orada Səkinə xanım və komanda üzvləri dərsimizi dəyərləndirirdi. Onları necə idarə edə bilərəm, dərs mühitini necə qura bilərəm, şagirdlərlə ünsiyyətimizdə olan problemləri görə bildim. Əgər bu sahədə təzə inkişaf etməkdəsinizsə, gənc müəllimsinizsə, gəlin. Qoşulun, çünki həqiqətən öyrənəcəyiniz çox şey var. Bizlə gedəcəyin yolu 3-4 ay getmiş ol. Bu nəticələr əzizlərim heç nə təsadüfi deyil. Bu dəfəki yay mentorluq proqramımızda dərsləri sıfırdan sistemləşdirəcəyik. İnteraktiv metodları real tətbiq etmə üsullarını öyrənəcəyik və sizi yorulan müəllimdən sistemli müəllimə çevirəcəyik. Və bunların hamısını və daha artığını yayınızı qurban vermədən edəcəyik. Proqram haqqında ilk məlumat alanlardan olmaq istəyirsənsə, şərhlərdə yay yaz.